Bizim həyat layihəsi çərçivəsində yenidən qurulan məhəllələrdə Novruz bayramı ilə əlaqədar xüsusi ab-hava yaradılıb. Təşkil edilən şənliklərdə sakinlər maraqlı vaxt keçiriblər. Xalqımızın ən əziz bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər kütləviliyi ilə seçilir. Novruz bayramı ərəfəsində paytaxtın Nizami və Nəsimi rayonlarında yerləşən Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bizim həyat layihəsi çərçivəsində yenidən qurulan məhəllələrdə şənliklər təşkil edildi. Abad məhəllədə Novruz şənliyi keçirilir və bizim məktəbin də uşaqları inşallah burada çıxış eləyəcəklər. Uşaqlar çox sevinir bayramı, Novruz bayramı çox sevinirik. Gözəl adətlərimiz var bu bayramda. Yenə hamı təbrik edirəm xalqımızı. Mən də bir mədəniyyət işçisi kimi iştirak edirəm bu gözəl bayramda. Əziz Nizami rayon sakinləri, hamınıza bayram münasibəti ilə, Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Novruz şənliyində abad məhəllələrdə yaşayan uşaqlar Kosa və Keçəl obrazlarını canlandırdılar. Mən burada Kosa obrazını canlandırıram. Bütün bayramınız mübarək. Birazdan mən səhnəyə çıxacağam. Mən burada Keçəl rolunu hallandırıram. Hamının bayramını təbrik edirəm. Abad məhəllələrdə yaşayan balacalar öz ifaları ilə səhnəyə rəng qatdılar. Hamının Novruz bayramını təbrik edirəm. Bura gəlməyin səbəbi mən burada ifa edəcəm. Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər Novruz bayramını yüksək sevinç hissi ilə qeyd ediblər. Bayram tədbirində kəndirbazlar öz məharətlərini göstərdilər. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı sakinləri şənləndirdi. Bayram tonqalının ətrafında birgə rəqs dolu mahnılar səsləndi. Həyətimizdə tədbir keçirilir. Burada uşaqlar, yeniyetmələr, məktəblilər, valideynlər, həyətimizin sakinləri iştirak edirlər. Çox gözəl çıxışlar olacaq. Milli adət-ənənələrimiz burada gözəl tədbir olunur. Hər şey var. Kosamız var, keçəlimiz var, səmənimiz var. Qızlar oynayırlar, şənlənirlər. Hər bir şey şəraiti çox yaşayınır. Qeyd edək ki, Bizim həyat layihəsi çərçivəsində paytaxtda 400-ə yaxın həyət abadlaşdırılıb. Novruz bayramı ərəfəsində abad məhəllələr bayram sayağı bəzədilərək xüsusi ab-hava yaradıb. Şəfiqə Hüseynova, Vahab İmamzadə, ASTV xəbər.